Salam əziz izləyicilər. Perspektivin növbəti buraxılışında qarşınızdayıq. Mövzumuz ailələri və bütün cəmiyyəti narahat edən təhsil sistemindəki problemlər, çatışmazlıqlar və son dövrdə baş verən hadisələrlə bağlı olacaq. Studiyamızdakı qonağımız təhsil eksperti Məzahir Məmmədovdur. Məzahir müəllim, xoş gəlmisiniz. İlk başdan səsləndirdiyimiz kimi də təhsil hər evin, hər ailənin, hər ölkənin ən vacib, ən ana təməl prinsipi olan bir sistemdir. Biz yaşımız etibarilə Sovet təhsili, Sovet sistemi, Sovet orta məktəbi görmüş şəxslərik. Amma son dönəmlərdə yaşadıqlarımız və keçmiş Sovet dönəmi ilə indiki təhsil sistemlərini qarşılaşdırdığımızda həqiqətən də biz keçmişə daha çox həsrət çəkməyə başlayırıq. Bu nədəndir? Azərbaycanda bu nə zaman başladı? 90-cı illərdə müstəqillikdən sonraki dövrlər, təhsil sisteminin dəyişilməsi, dünyaya inteqrasiya etməsi və mövcud ortadakı bugünkü gündəm. Bir təhsil eksperti kimi, bir təhsil adamı kimi bununla bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, biz bir dünyada baxış keçirməliyik. Biz baxmalıyıq ki, Azərbaycan dünyanın tərkib hissəsidir. Biz əgər dünyanın tərkib hissəsiyiksə, müəyyən baş verən inkişafla ayaqlaşmalıyıq. Və mən sizə xatırladım ki, artıq Azərbaycan təhsil sistemi müstəqillik illərindən bir neçə il sonra, daha doğrusu 2008-ci ildən səhv eləmirəmsə, beynəlxalq sistemə, kurikulum sisteminə qoşuldu. Və bundan sonra artıq ənənəvi sistemdən gələn bəzi məsələləri, yəni orta nəsil, xüsusilə yaşlı nəsil qəbul edə bilmədi. Yəni bu standartlar bir qədər fərqli standartlar idi. O baxımdan yəni bu günə qədər bu tendensiya davam eləyir. Məsələn, deyək ki, bir vaxtlar valideynlər evladlarını müəllim tərəfindən tənbih olunmasını, hətta hər hansı bir şəkildə, mən təəssüf olsun ki, bunu deməliyəm, müəyyən şiddətə məruz qalmasını belə təqdir eləyirdi. Ki, mənim evladımı məktəbə vermişəm və bu məktəbdən hansı şəkildəsə onun ancaq bilikli, bacarıqlı çıxmağını istəyirəm. Əti sənin, sümüyü mənim deyə bir söz var. Bu prinsip həmişə olub. Amma təəssüflər olsun ki, son vaxtlarda xüsusilə yeni nəsil, yeniləşən nəsil bu deyək ki, prinsiplərlə razılaşmırlar. Yəni mənim evladıma müəllim söz deyə bilməz prinsipi. İndi bilirsiniz, elə bir dünyadır ki, artıq xüsusi kameralara da ehtiyac yoxdur. Smart telefonlar kifayət eləyir ki, istənilən bir halda deyək ki, səsini yazsın, görüntülü çəkişlər aparsın. Bu hətta şagirdlərin arasında belə hallar var. Mən təəssüf edirəm ki, bu kimi hallara müəyyən valideynlər də rəvac verirlər və istiqamət verirlər. Bu ümumilikdə tədris prosesini korlayan bir haldır. Yəni xatırlayırsınızsa, Elm Təhsil Nazirinin də belə bir çağırışı olmuşdu ki, nə qədər ki biz hər birimiz bir kamera götürüb müəllim arxasınca düşəcəyik, müəllimin hər sözünü ictimaiyyətə, cəmiyyətə neqativ təqdim edəcəyik, o halda biz müəllimlərimizin reytinqindən belə söhbət eləyə bilmərik. Mən sizə deyim ki, bugün Azərbaycan reallığı, xüsusilə təhsillə bağlı reallığı görsənir sosial şəbəkə üzərindən. Bugün valideynlərdə xüsusi bir təşəbbüs var ki, kim daha çox deyək ki, məktəbi, müəllimi xüsusilə tənqid eləyəcəksə, ona daha çox layiq gələcək. Və biz nə qədər ki, bu prinsiplə yaşayacağıq, əlbəttə ki, biz müəllim nüfuzundan, reytinqindən danışa bilmərik. Bu məqamda mən məcburam bir məsələni xüsusi qeyd edirəm ki, böyük ehtimalla bu məsələyə yəqin ki, yenidən baxılmalıdır. Şagirdlər arasında müəllimlərə etinadsızlıq. Bu biz siz Burada nədən? üzr istəyirəm. Burada müəllimlərin özlərinin də günahını biz deyə bilərikmi, qiymətləndirə bilərim ki, onların özlərinin aldığı təhsil, özlərini şagird-müəllim münasibətlərində necə aparmaları ilə bağlı. Yəni burada Yenə deyirəm, məsələn, biz orta nəsil, sizin də qeyd elədiyiniz kimi, o Sovet təhsili görmüş adamlar, biraz təhsili başqa cür görmək istəyirik. Məsələn, biz istəmirik ki, müəllim dərs vaxtı şagirdlə əylənsin, ona hansısa bir, ondan əyləncəli bir vaxt keçirsin. Bizə bu qəribə gəlir, düşünürük ki, axı belə olmaz, müəllim ciddi olmalıdır, şagird elə bilməlidir ki, müəllim yemək yemir, çörək yemir. Axı bu dövrü keçmişik də, yəni biz artıq 21-ci əsrin az qala yarısına çatırıq. Ondan razıyam, bu məsələ o deyil. Amma Yəni bir məsələ var ki, məsələn, artıq xüsusi bir sistem, yəni sertifikasiya sistemindən sonra
biz bilirik ki, artıq çoxlu sayda müəllimlər sistemindən kənarda qaldı. Yəni çoxlu sayda dediyimiz bir 10 minə qədər, xüsusilə ibtidai sinif müəllimləri bu prosesdən kənarda qaldılar. Bu artıq onun göstəricisi idi ki, bir zamanlar regionlarda xüsusilə imkanlı şəxslər öz evladlarını rayonlarda açılan pedaqoji texnikumlara o dövrdə qəbul etdirirdilər və düşünürdülər ki, ən azından qız uşağı da getsin, bir diplomu olsun əlində, ehtiyac yaransa işləməyə, heç olmasa müəllim olsun. Yəni bu cür yanaşma heç olmasa müəllim olsun. Bu cür yanaşma nəhayətdə gətirdi o yerə çatdırdı ki, ibtidai sinif müəllimləri tələbat ödəyə bilmirdi. Baxın, ilk tərtib olunan sertifikasiya imtahanları ibtidai siniflərindən başladı. İbtidai siniflərdəki o çox biabırçı nəticə, hətta onlara verilən 1 illik möhlət belə, siz təsəvvür edin ki, sertifikasiya bitir, müəllimə əlavə 1 il müddət möhlət verilir ki, yəni bu proqram üzrə yenidən sertifikasiya girib öz işini davam elətdirə bilərsən. O 1 il möhlətdə belə o öz biliyini, bacarığını, yəni öz fənni ixtisası üzrə yenidən cəhdə yenə verə bilmədi və 8000-ə qədər təxminən müəllim prosesdən kənarda qaldı. Bu o demək deyil ki, həmin şəxslərin... Bu yaxşı göstəricidir, demək. Əlbəttə ki, yaxşı göstəricidir. Heç bir şəxs arzulamır ki, onun evladına savadsız bir müəllim tədris keçsin. O halda, əlbəttə ki, indi mən o suala cavabına gətirirəm ki, biz yeniləşən bir nəsil yetişdirmişik artıq. Yəni, Azərbaycan təhsil sistemində son dövrdə müəllimlərin işə qəbuluna gələn müəllimlərin biliyin, bacarığın səviyyəsi, kompetensiyası artıq imkan verir ki, yəni yeni metodologiya ilə, yeni qayda ilə, yeni kurikulum sistemi ilə tədrisini apara bilsin. Amma qarışıq vəziyyət də var, təəssüflər olsun ki, yəni biz o ənənəvi sistemdən gələn müəllimlər var ki, yaşı 50-nin üzərində olan, mən çox təəssüf edirəm ki, yenə yəqin ki, bu məsələ ilə bağlı müəyyən şəxslər olacaq ki, bu fikrimi hədəfə götürsün ki, yaşlı müəllimlər daha çox təcrübəlidir, biliklidir. Amma gəlin baxaq görək bu gün gənc nəsillə o yaşlı nəslin arasındakı fərq, yəni xüsusilə hətta bu repetitorluğa belə sirayət eləyib. Ki, artıq yaşlı müəllimlərin yanına repetitorluğa uşaq qoyan yoxdur. Yəni niyə? Çünki onların yanaşmasında müəyyən artıq biz problemləri müşahidə eləyirik. Bu, ümumi belə deyək ki, tədris prosesinə təsir edən hallar olduğundan artıq valideynlər də, xüsusilə gənc valideynlər belə düşünürlər ki, o babanın, nənənin o qoyduğu şərtlərlə yox, özlərinin baxışı ilə artıq müəyyən eləyirlər ki, biz hansı müəllimi seçək ki, bizim evladımızla birbaşa o tədrisdən sonraki dövrdə də repetitorluqla məşğul olsun. Mən sualın bir daha əvvəlinə qayıtmaq istəyirəm. Ümumiyyətlə, müəllim-şagird münasibətlərində biz tamam, bizim keçdiyimiz Sovet məktəb sistemini kənara qoymaq istəmirəm. Mən müəllim evladıyam. Mən şəxsən, mənim atam rus dili və ədəbiyyatı müəllimi olubdur və bizə qalan bir ənənə olubdur. Biz o ənənəni görmüşük. Sonraki o müəllim, bizim öz müəllimlərimizdən belə xüsusi hörmətlə yanaşma görülübdür. Baxmayaraq ki, əgər şagirdə bir toxunuş, qulağını çəkmək, əlinə xətkeşlə vurma, bunların heç birisi bugün bizim yaddaşımızda o psixoloji bir travma kimi qalmayıbdır. Əlbəttə. Bu bizə daha xoş bir xatirə kimi qalıbdır. Yəni bu günlərim bunu çox qabardırlar ki, uşağa bir şapalaq vurarsan, uşaqda psixoloji travma yaranar, 20 ildən sonra bu özünün problemlərini ortaya çıxarda bilər. Biz orada çünki dediyimiz kimi müəllimlərə bir hörmət yanaşma var idi. Yəni evdə də, ailələrdə də, valideyn kimi bugün də mən onu gördüyüm üçün öz övladımıza orta məktəbə göndərəndə müəllimlərlə münasibətlərində necə davranmalarına. Amma baxırıq ki, bəzən müəllimlərin də uşaqlarla davranışında müəyyən problemlər var. Bax, sualını verib cavabını almaq istədiyim məsələlərdən biri budur ki, ola bilər ki, bilik, savad göstəriciləri müəllimlərin sertifikasiya zamanı yüksək ola bilər, amma psixoloji durumları buna hazır olmalıdır. O halda var, təəssüf ki. Bunlar necə ölçülür? Bunlara necə yanaşmaq lazımdır? Məsələn, bilirsiniz ki, artıq idarəetmə sistemində də imtahanla qəbul keçirilir. Məsələn, yüksək nəticə göstərən direktorların işə qəbulu zamanı, yüksək nəticə göstərən direktorlar var ki, bugün idarəetmə zamanı təcrübə göstərdi ki, bunlar özlərini o səviyyədə təsdiq eləyə bilmirlər. Yəni, biz öyrəşmişik, adı olan məktəblər var idi zamanında. Məsələn, Filənkəsin məktəbi deyilərdi. Mən bir neçə nümunələr gətirə bilərəm, amma ola bilər ki, kimlərsə yadımdan çıxar, deyilə bilər ki, məsələn, onun təcrübəsi daha yaxşı idi. O baxımdan
bugünkü müəllimlərin də əlbəttə ki, sıralarında elələri var ki, onun biliyi, bacarığı, savadı müəllimlərin işə qəbulu imtahanından yüksək nəticə əldə etməyə şərait yaradıb. Amma deyək ki, tədris zamanı bu özünü göstərə bilmir, özünü sübut eləyə bilmir. Xarakterində olan hansısa bir boşluq şagirdlərə imkan verir ki, o dərs mühitinin pozulmasına, onun özünün şəxsinə yönəlik müəyyən, belə deyək də, əyləncəli situasiyalara gətirib çıxarsın. Təəssüf olsun ki, bu kimi halları biz müşahidələr edirik və bu xaraktercə biraz belə deyək də, ailə tərbiyəsində problem olan uşaqların həmin müəllimi videoya çəkmək, PR eləmək, onun nöqsanlarını, qüsurlarını cəmiyyətə yaymaq kimi təşəbbüsləri olur. Və bu da bilirsiniz, sonra digər şagirdlərdə, o sahəyə meyilli olan şagirdlərdə əlavə həvəsləndirmək təşəbbüsü götürür ki, aha, mən də elə müəllimi çəkim, daha populyar olum və mən sizə deyim ki, bu şagirdlər daha çox tədrisə davamiyyəti zəif olan, akademik bilikləri zəif olan şagirdlərdir ki, özünü hansısa bir şəkildə təsdiq eləməyə çalışırlar və bu daha çox 6-cı, 7-ci sinifdən sonra başlayır. O ki qaldı, yəni müəllimlərin işə qəbulundan sonraki belə deyək də, bəzində belə təşəbbüslər var ki, belə deyək, o psixoloji durumları ilə bağlı da müəllimlər müəyyən imtahan olunmalıdır. Amma sözsüz ki, bunun üçün hələ elə bir ölçü meyarı yoxdur. Yəni ki, deyək ki, insan özünü ilkin baxışda, ilkin müsahibə zamanı ağıllı, bacarıqlı göstərə bilər. Amma praktikada, tətbiqi zamanı əlbəttə ki, bunun üçün müəyyən, belə deyək, var. Məsələn, demək olar ki, bilər. dünyada hal-hazırda belə praktikalar var ki, müxtəlif testlər etməkdən insanların psixoloji durumlarına ən azından 50%-in üzərində bir qərar almaq olur ki, bunların mən razıyam. Yəni biz daha çox həmişə beynəlxalq təcrübəyə söykənərək müəyyən addımlar atırıq. Amma yəni gəlin görək biz onu praktikada həyata keçirə bilərik. Məsələn, biz hələ müəllimlərin işə qəbulu ilə bağlı, indi biz görürük sosial şəbəkə üzərindən zəif nəticə göstərən müəllimlər adətən dərhal cığallığa başlayırlar ki, mənim kompüterim dondu, bizdə işıq söndü, belə vəziyyət yarandı. İndi siz baxın, əgər biz o psixoloji durumu test edən mərhələlərini də keçəsi olsaq, onu da mən düşünürəm ki, yaxşı nəticə göstərə bilməyən müəllimlər və yaxud da ki, bu halda müəyyən subyektivizmə də bir təşəbbüs olacaq ki, arzulanmırsa deyəcək ki, filan müəllimin psixoloji durumu yerində deyil. Bu da müəyyən, hələ ki, biz inkişaf mərhələsinə o həddə çatmamışıq ki, deyək ki, bütün bunları belə deyək, belə ictimailəşdirək. Axı niyə çatmırıq ki? Artıq hardan baxsaz, Azərbaycanın müstəqilliyindən bu tərəfə 92-ci ildən sonra nə qədər eləyir? 35 ilə yaxın bir müddət eləyir, 34 il eləyir. Yəni bu 34 il kifayət qədər müəyyən bir vaxt ki, biz həmin o inkişaf dönəminə gələk çataq. Amma bu inkişafa gəlib çatmamızın qarşısındakı əngəllər nədir? Nəyə aşmalıyıq ki, biz artıq o tamaşaçı yaddaşını təzələmək istəyirəm, çünki məsələ ilə bağlı çoxlu fikirlərim olub. Burada da səsləndirmək istəyərdim ki, biz məsələn təhsillə bağlı ən ciddi addımı dövlət imtahan qəbulu ilə bağlı başlamışıq. Amma təəssüflər olsun ki, biz bunu praktik olaraq hələ yeniləyə bilməmişik. Elə müstəqillik dövründə bu sistem necə yaranmışdısa, biz hələ bunun yeni versiyalarını üzə çıxara bilməmişik. Məsələn, dünyada qəbulla bağlı çox saylı deyək ki, proseslər gedir. Amma biz vahid bir sistem qəbul etmişik. O vahid sistemində kifayət qədər çatışmaya tərəflər var. Təkcə ötən il abituriyentlərdən 11 minin üzərində apellyasiya şikayəti verən abituriyentlər oldu. Bilirsiniz, bu nə deməkdir? Bu artıq o deməkdir ki, 11 min nəfər yeni bu sistemlə, bu quruluşdan razılaşa bilmir. Məsələn, ya o sübut eləmək istəyir ki, mənim biliyim bu səviyyəyə çatır, amma bunu Dövlət İmtahan Mərkəzi üzə çıxara bilmir və yaxud da ki, bəziləri oldu və bunu Dövlət İmtahan Mərkəzi də etiraf elədi ki, müəyyən suallar oldu ki, o sualların qoyuluşunda müəyyən səhvlər oldu, xüsusilə tarix fənni üzrə. Yəni, bilirsiniz, yəni, söhbət ona gedir ki, biz elmimizi, təhsilimizi dünyaya inteqrasiya eləmək fikrindəyiksə, o halda əlbəttə ki, biz çalışmalıyıq ki, kompleks yanaşaq məsələləri. Yəni, biz bir məsələ tutub duracaqsa, əlbəttə ki, onda biz inkişaf da eləyə bilməyəcəyik. Məsələn, dediyim kimi, bugün artıq neçə illərdir ki, müəllimlərin işə qəbulu sistemi tətbiq olunur. Müəyyən rəhbərlik ilə bağlı iradlar vardı. Artıq müəllimlərin, direktorların işə qəbulu ilə bağlı imtahanlar keçirdi və təcrübə göstərdi ki, direktorların işə qəbulu imtahanı özünü doğrultmur. Kimsə yüksək nəticə göstərir, amma nəticədə gəlir, o məktəbi idarə edə bilmir. İndi görürsünüz, yeni sistem bu ildən tətbiqinə başlanıldı ki, yəni belə deyək də, müəyyən proseslərdə
o qoyulan şərtlər uyğun gəlmirsə, o halda onu əlbəttə ki, yeniləmək, dəyişmək təşəbbüsü götürülməlidir. Daha bir sistemlə yapışıb durmaq əlbəttə ki, fayda verməyəcək. Ümumiyyətlə biz dünya təhsil sistemini inteqrasiya etməliyikmi? Bu bir sualdır. Yəni bizim bir ənənəvi də olsa, bir təhsil sistemimiz var idi. Və bu günlərimdə biz öz övladlarımızın da son dönəmlərdə xüsusən SAT dediyimiz bu SAT proqramları üzrə hazırlaşan tələbələrin sayı kifayət qədər çoxdur. Riyaziyyat, ingilis dili, məntiq üzərindən hazırlaşma bir sistemi var. Yəni bunun içərisində artıq tarix, coğrafiya, astronomiya, bu elmlərin heç birisi yoxdur. Amma bizim təməl təhsil sistemimizdə yəni anatomiya var idi, ədəbiyyat var idi, astronomiya var idi. Yəni bunların heç məsələn kimya, biologiya ayrı-ayrı tədris olunurdu. Bax bunlar yoxdur. Yəni ola bilər ki, bəlkə də mən bəzən bunları analiz edəndə fikirləşirəm ki, və həqiqətən də əgər bir insan bir sahə üzrə ixtisaslaşacaqsa, o sahə üzrə öz yolunu tutacaqsa, universitetdən buna başlamalıdır. Amma insanın təməlindəki təhsil, yəni o savadlılıq dediyimiz təməlindəki təhsil həqiqətən də ibtidaidən başlayır. İnsanın dünya görüşünün formalaşması, şəxsin intellektual olması, mən əmin edirəm ki, bunların hamısı yəni ibtidai sinifdən başlayır. Yəni bugün ibtidai sinifdən insanlar 3-4-cü sinifdən sonra artıq orta məktəblərə şagirdlər getmir, baxmayaraq ki, təhsil sistemi bununla bağlı mübarizə aparır, yoxlamalar edir, məktəblərdə müəyyən komissiyalar qurulur. Amma biz bunun şahidiyik və iştirakçılarındanıq ki, baxırıq ki, ora gedib orada dərs keçilmirsə əgər, niyə övladımız orada gedib vaxtını itirməlidir? Bax, bu dünyaya inteqrasiya etməyimiz vacibdirmi, olmalıdırmı? Bir dönəm Boliviya sistemi deyəsən də tətbiq edilmişdi müəyyən illərdə. Biz daha çox Amerika kurikulumunu tətbiq eləmişik. Bax, mən sizə deyim, əlbəttə ki, biz dünyaya inteqrasiya eləməliyik. Niyə görə? Çünki biz müstəqillik dövrünə qədər bir ənənəvi sistem vardı və mən sizə deyim ki, kifayət qədər normal idi. Heç kim də ondan şikayət eləmir hələ ki. Çünki biz yaşadığımız o ittifaq səviyyəli ölkənin istənilən universitetinə gedən, qazanan məzunlarımız var idi. Yəni gördüyümüz buydu da. Bəli, amma biz artıq elə bir həddə çatmışıq ki, bizim evladlarımız bizim üzərimizdən artıq dünyada gedən prosesləri müşahidə edirlər, dünya təhsilini öyrənirlər və məsələn Cambridge arzulayırlar, daha böyük məsəl üçün adlı sanlı universitet hazırlayırlar. Ona görə də biz onlara bu məsələlərlə bağlı müəyyən məhdudiyyətlər tətbiq edə bilmərik. Çünki hər bir kəs arzulayır ki, evladı daha geniş səviyyəli universitetlərdə təhsil alsın. Onun üçün də nə etməliyik? Biz məsələn bugün sizin dediyiniz kimi SAT-yə, IB proqramına, məsəl üçün Cambridge proqramlara, xüsusilə özəl liseylərdə keçirilən proqramlardır bunlar. Daha çox həvəs göstəririk bu proqram üzərindən. Niyə? Çünki biz istəyirik ki, daha böyük universitetlərə iddia eləyək, xaricdə təhsil alaq. Biz əgər o məhdudiyyətlə məhdudlaşırıqsa ki, biz heç olmasa Azərbaycan səviyyəli universitetlərə, onda bizə milli kurikulum kifayət eləyir. Ki, yəni Azərbaycanda tətbiq olunan bu model, indiki tətbiq olunan model bizim abituriyentlərə kifayət edir ki, Azərbaycanda istənilən səviyyəli universiteti qazana bilsin. Amma ona görə mən düşünürəm ki, əlbəttə ki, biz dünya inteqrasiya eləməliyik. Tamam, bu baxımdan razılaşdım. Elə mövzunun burasında özəl təhsil müəssisələri və xüsusi Cambridge proqramları. Biz əksəriyyət görürük ki, yenə də dediyim kimi, bilavasitə içərisində iştirak elədiyimiz üçün, övladlarımız da özəl müəssisədə oxuduğumuz üçün bununla qarşılaşırıq. Bunların effekti necədir? Məsələn, bugün mən müqayisə üçün bilmirəm, ad çəksəm necə uyğun olarmı? Dövlət müəssisələri var ki, məktəb lisey statusundadır. Onlar əlbəttə 6 nömrəli məsəl üçün. Məsələn, 6 nömrəli məktəb lisey və mən sizə deyim ki, çox qəribədir. Bugün Bakı şəhərindən ucqarda olan 2 nümunə gətirmək istəyirəm sizə. Daha doğrusu 3 nümunəni deyə bilərəm. Bax, məsələn, Gəncədə yerləşən 45 saylı məktəb lisey kifayət qədər yüksək səviyyə göstərdi və Dövlət İmtahan Mərkəzinin açıqladığı hesabatda hətta repetitor yanına getmədən belə 100%lik nəticə göstərdilər. Bakı şəhərində yenə ucqarlarda olan biri, məsələn, Bayılda olan 49 saylı məktəb liseyi ilə bağlı deyə bilərəm. 72 saylı məktəb liseyi ilə bağlı deyə bilərəm ki, Elm Təhsil Nazirliyinin tabeliyi olan liseylərdir, amma kifayət qədər yüksək nəticələri var. Digər məktəb liseylər məndən inciməsinlər. Mən birbaşa əlaqəm olduğu, yəni nəticələrində iştirakçı olduğum məktəblərdən nümunə gətirdim.
Amma Onlar bizim kurikulumunu tətbiq bəli, edirlər yoxsa bizim ənənəvi kurikulum sistemi ilə tədris keçirlər və Elm Təhsil Nazirliyinin tədrisin təşkili ilə bağlı proqramı ilə, yəni kənara çıxma da yoxdur. Onu demək istəyirəm ki, yəni bizdə fərqli məktəblər var. Çoxsaylı nümunələr gətirmək olar bu məsələlərlə bağlı. Məsələn, Bakı şəhəri üzrə nümunə gətirə bilsək, mən çoxsaylı məktəblərin adını çəkə bilərəm ki, bunlar belə deyək, qiymətləndirməyə görə ilk məsələn yerlərdə qərarlaşan məktəblərdir. Amma mən həm də onu qeyd eləməliyəm ki, bu gün bu qiymətləndirmə meyarları bizi müəyyən dəyərlərdən kənarlaşdırır. Məsələn, bizdə artıq məktəb belə qəbulləmişik həmişə ki, ənənəvi təhsildə də bizim dövrümüzdə məktəb həm təlim, həm də tərbiyə müəssisəsidir. Amma təəssüflər olsun ki, bu gün təlim artıq tərbiyə nailiyyətlərinin önündədir. Yəni tərbiyədən bir xeyli öndədir. Niyə? Çünki biz bütün gücümüzü vermişik təlim yönümlü tədrislə məşğul olmağa. Niyə? Ona görə ki, məktəb reytinginin sıralamasında heç kim araşdırmayacaq ki, görüm hansı məktəbdən çıxan şagird daha tərbiyəli, ağıllıdır. Onlar dərhal ölçəcəklər ki, hansı neçə məktəb bal yığıbdı. Neçə bal yığıb. Yəni bu məktəb reytingdə hansı yerdədir? İndi siz baxın, yəni bu reytinqə cəhd eləmə məktəbləri müəyyən qədər tərbiyə məsələsini kölgədə qoymağa sövq edir. Daha doğrusu lap məcbur edir deyərdim. Ona görə ki, daha çox təşəbbüs o sıralamada yer tutmaqdır. Məsələn, deyək ki, Dövlət İmtahan Mərkəzi hər il özünün yekun 12-ci buraxılışında məktəblərin reytinqini müəyyən edir. O yerdə heç bir məktəb indiyə qədər deyək ki, o reytinq cədvəlində neçə şəhidi var, nə qədər vətənpərvər evladlar yetişdirib, nə qədər qazisi var, nə qədər cəmiyyət üçün nümunəvi şagird yetişdirib, bu müzakirə olunmur. Ancaq neçə balla hansı ali təhsil müəssisəsinə və yaxud da ki, xaricdəki ali təhsil müəssisələrinə abituriyent qəbul etdirib. Mövzu ancaq budur. Ona görə də bugün bizim ümumi təhsil məktəblərində təlim vacib şərtlərdən birinə çevrilib. Təəssüflər olsun ki, tərbiyə artıq kölgədə qalıb. Alimlər belə deyirdilər də, böyük, daha doğrusu müdriklər deyirdi ki, insan oxumaqla alim ola bilər, amma adam olması da lazımdır. Yəni adam olmayan bir alimin nə cəmiyyətə, nə dünyaya, nə bəşəriyyətə heç bir faydası olmur. Yəni insanlıq və cəmiyyət daha çox buna fokuslanmalıdır. Yəni insanlar biz belə tərbiyə görürdük. Tərbiyə dönəmində bizə deyilirdi ki, əxlaq, mədəniyyət, yəni böyüklərə hörmət, müəllimlərə hörmət. Mən bugün hələ də müəllimlərim mənim üçün çox əzizdir, çox dəyərlidir. Yəni hələ də unutmuram onları. Mən müəyyən bir artıq orta məktəbi bitirdim. 32 ildir. Yəni orta məktəbi mən bitirmişəm. Amma müəllimlərim mənim üçün o qədər əzizdirlər ki, hər dəfə onları görəndə əllərindən öpmək istəyirəm. Baxmayaraq ki, o çətin günlər. Bax, bugünkü son nəsil mən inanıram ki, bəlkə də 5 il ona qabaq tədris keçmiş müəllimi artıq xatırlamırlar. Bu çox vacib məsələlərdən biridir. Özəl müəssisələrdə böyük problemlər var. Özəl müəssisələr, özəl təhsil müəssisələri xüsusilə də təlim, tərbiyə məsələsində daha çox bir yarış modu var. Bəli. Burada valideynlərin də bizim özümüzün də günahımız çoxdur. Övladımız daha yaxşı harda, daha yaxşı ingilis dilini. Mən valideyn olaraq məsəl üçün peşmanam. Yəni övladımın Nizami Gəncəvini tanımadığı üçün, Məhəmməd Füzulunu tanımadığı üçün, yəni böyük Azərbaycanın, çünki o Cambridge proqramı ilə təhsil alıb, İngilis düşüncəli bir təmayül sistemi ilə təhsil alıbdır. Bunlar bizə zərər verdi. Yəni bunu özümüzü də biz günahlandırmalıyıq. Biz bu məsələdə milli dəyərlərdən bir qədər kənarlaşırıq. Ona görə də daha yaxşı olar ki, yəni bu həm də bizim əməkdar elm xadimi dostumuz Şahlar Əsgərov, professor Şahlar Əsgərovun bir fikri var. O deyir ki, həmişə daha yaxşı olar ki, şagirdlər ibtidai təhsilini ana dilində alsınlar. Amma biz pis təşəbbüsümüz odur ki, biz artıq bağçaya qədərki dövrdən biz onu hansısa bir xarici dil üzrə istiqamətləndiриrik və düşünürük ki, bu daha belə deyək ki, parlaq gələcək olacaq. Amma o insanda milli ruh olmadan, əlbəttə ki, o hara getsə, həmin ölkəyə, millətə fayda verəcək. Bizim dövlətimizə, millətimizə yox. Yaxşı olar ki, biz bu məsələdə müəyyən qədər korrekt davranaq. Heç olmasa evladlarımızı ilkin 5 il, ibtidai 4 il sinifi öz ana dilimizdə keçək. O ki, qaldı sizin, məsələn, özəl liseylərlə bağlı məsələlərə. Bilirsiniz, bugün Azərbaycanda çox saylı artıq özəl liseylər var. Yəni bunlar
fəaliyyət göstərdiyi proqramlar daha çox belə deyək, həm milli kurikulum var, IB proqramı var, Cambridge proqramı var. Yəni bu proqramlar üzrə təhsil alan deməli şagirdləri fərqləndirən cəhətlər nədir? Məsələn deyək ki, milli kurikulumla bağlı tədris keçənlər daha çox düşünürlər ki, o Azərbaycan universitetlərində kifayətlənəcəklər. Yox, əgər məsələn beynəlxalq universitetləri düşünürlərsə, xaricdəki universitetləri düşünürlərsə, əlbəttə ki, burada Cambridge proqramı, IB deməli proqramları daha çox üstünlük təşkil edir. Və burada gəlin hələ bir ödənişli olmağını da düşünsək, onda biz müqayisə eləməliyik ki, bugünkü deyək ki, cibimizə adekvatdırmı? Məsələn, bəzən valideynlər var ki, artıq evladlarını 8-ci, 9-cu, 10-cu, 11-ci siniflər üçün xüsusi hazırlığa, repetitor yanına göndərirlər. Elə belə aşağı-yuxarı baxanda biz baxırıq ki, indi bunker müəllimlərinin hazırlaşdığı şagirdlər tutaq ki, 150 manat, digərləri 120 manat, 100 manat civarında, orta səviyyəli repetitorlar 80-100 manat aralığında, rayonlar da daxil olmaqla belə idarə olunur. Amma məsələn 50 manata qədər var. Məsələn, elə hallarda var, ucqar yerlərdə filanlarda. Amma indi gəlin biz müqayisə edək məsələn özəl liseylərin ödənişi ilə. Əlbəttə ki, bu asılıdır, deyək ki, kontingentlə. Məsələn, Azərbaycanda elə lisey var ki, adını çəkmək istəmirəm, hardasa 54.900, 55.000 deyək də civarında. İlliyi. Yəni bu artıq o kontingentdir ki, onlar evladlarının imkanları var və evladlarının ətrafını, çevrəsinin də kimlərdən ibarət olmasını düşünərək məhz elə yerləri seçirlər ki, onun maddi imkanı buna imkan verir. Mən təəssüf edirəm və çox qəribə ki, bu rastlaşdığım haldır deyə bunu burada xüsusi vurğulamalıyam ki, bəzən valideynlər o uşağın hansı dərəcəli təhsil almağını yox, daha çox onu əhatə edən ətrafını düşünürlər ki, mənim evladım tutaq ki, 55 minlik bir liseydə oxuyursa, əlbəttə ki, bunun ətrafında çevrəsindəki uşaqlar zəngin, həm də böyük məmurların evladları olacaq ki, bu daha çox onu düşünür. Bir başqa məsələ də məsələn odur ki, orta səviyyəli liseylərimiz var ki, 100%lik nəticə göstərən liseylərdir. Məsələn, bu liseylərdə yenə adını çəkmək istəmirəm, amma yəni 2500-dən başlayan da var. Yəni belə deyək də, onları 3 yerə bölsək, var deməli ibtidai, var orta təhsil, var tam orta təhsil. Qiymətlər orada dəyişir. Burada qiymətlər dəyişir bir qədər. Çünki artıq bilirsiniz, özəl liseylərin fərqləndirən cəhəti odur ki, yəni biz bayaq qiymətləri sadalayanda təxminən belə götürək 100 manat civarında götürək aşağı-yuxarı, bu bir abituriyentin repetitora xərclədiyi 400 manatdır. 400 manatı biz illik hesablasaq təxminən 5000-ə yaxın pul edir. Elə bu özəl liseylərdə də təxminən mən təbii ki, sövq eləmək fikrim yoxdur ki, gedib özəllərdə təhsil alsınlar, amma aşağı-yuxarı eyni vəziyyət yaranır. Amma bu hələ o demək deyil ki, hər kəs mütləq repetitor yanına getməlidir. Mən sizə deyim ki, əgər şagirdlər qəbul olunmuş kurikulum sistemini ona müəllimin tədris elədiyi səviyyədə qəbul eləsə ki, bu cür artıq hallar var, düzdür, kütləvi deyil, amma var ki, o da ali təhsil müəssisəsini qazana bilər. Mən başa düşürəm, bu indiki halda çox çətindir. Niyə? Çünki məsələn bizim ucqarlarda olan məktəblərimizin şagirdləri bugün deyək ki, sınaq imtahanlarında iştirak eləyə bilmirlər. Niyə? Çünki sınaq mərkəzləşmiş burada qaydada keçirilir, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Amma məsələn ucqarlarda bu sistem yoxdur. Sadəcə həvəskar şəkildə müəllim özündən suallar tərtib edib onları sınaqdan keçirə bilir. Mən sizə deyim ki, müqayisədə elə də zəif nəticə göstərmirlər. Məsələn, çox qəribədir, ötən ilin statistikasına biz baxsaq, məsələn, ən ucqar Naxçıvanda yerləşən Kəngərli məktəbi çox yüksək nəticə göstərmişdi. Bir məktəb səviyyəsində götürəndə. Məsələn, regionlarda da yenə qarşılaşır deyə, hansı kənddən 695-685 var. Yəni belə hallar da var. Bu son dönəmlərdə liseylərimizin birində bir güllələnmə hadisəsi də baş verdi. Təbii ki, bu dünyada baş verən belə hadisələr çoxdur. Bəli. Azərbaycan üçün bu məsələlər yenidir. Təəssüflər olsun ki, biz inteqrasiya deyəndə o müsbətləri daha çox inteqrasiyada əldə edə bilmirik. Daha çox mənfilərə, bu kimi hallara qarşılaşırıq.
burada həm mühafizə sisteminin keyfiyyətli olub olmaması və bu özəl liseydə baş verirsə, dövlət liseyində də Əlbəttə ki, baş verə bilər. hər İstisna bir halda deyil. baş Yəni verir. ki, əgər idman çantasına hər hansısa bir növ silahı qatlayıb qoya bilirsə, gəlib onu tətbiq edə bilər. Yəni və xüsusən müəyyən yaşlar, 16 yaş, 15 yaş üstü, 16 yaş, 17 yaş gənclərdə və dünyadakı prosesləri görürlər. Hər yerdə silah, hər yerdə atışma, oyunlar, yəni bu digitala bağlılıq. Bəli. Yəni bunların hamısı ki, bunun göstəricisidir. Necə davranmalıdır məktəblər bu kimi şeylərin qarşısını almaq üçün? Bax, Bu çox siz vacib dediyiniz məsələdir. məlum lisey ilə bağlı ilkin olaraq cürbəcür ajatajlar, şayiələr yayıldı və çox təəssüf edirəm ki, bu gün mediadan tez sosial şəbəkələr informasiyanı hərə bildiyi şəkildə təqdim eləmək belə deyək də, nöqsanımız da var. Oranın rəhbəri ta belə köklü təhsil sistem adamıdır. Əslində Bəli. yəni biz tanıyırıq, yəni o şəxsən liseylə də. bağlı müəyyən əlaqələrin bir vaxtlar var idi və mən bilirəm ki, o liseyin rəhbərinə daxil olan şəxs, daha doğrusu təsisçisi elmlər doktoru, professordur. İdarə etməsi ilə bağlı, yəni mən orada bir neçə tədbirlərdə iştirak etmişəm. Orada da kifayət qədər yüksək nəticələr olan bir liseydir. Amma qaldı ki, bu məsələ ilə bağlı baxın, biz ilkin nəticələrdə nəyi müşahidə elədik? Deyək ki, adını hətta belə qoyanlar oldu ki, liseyə terror hücumu oldu, liseydə atışma baş verdi. Yəni bir şagirdin hansısa bir səhlənkarlıq ucbatından mən deyərdim ki, müəyyən asıllıqdan yaranan və siz haqlı olaraq qeyd elədiniz ki, indi müəyyən oyunlar peyda olub və artıq dünənki mənbə, daha doğrusu mətbuatda biz o məlumatları da aldıq ki, o həmin uşaq məktəb rəhbərliyi tərəfindən dəfələrlə valideynlər xəbərdarlıq olunmuş bir şagirddir. Yəni o xüsusi belə deyək, silahlı oyunlara maraqlıymış və artıq özünün TikTok səhifəsində paylaşımları da mətbuatda getməyə başladı ki, bu Krımda son vaxtlar, xüsusilə 2018-2019-cu tədris ilində Krımda baş verən, xatırlayırsınızsa, bir şagird bir silahla təxminən bir say deyə bilmərəm, səhv edə bilərəm, bir neçə şagirdi, ona qədər və məncə ondan yuxarı şagirdi güllələmişdi. Və bu artıq özünün TikTok səhifəsində bu hadisəni törətməmişdən qabaq onu paylaşıb. Yəni bir alt deyək ki, şuurda inkişaf gedir. Yəni ki, bu hansı şəkildə ola bilsin ki, bu şəkildə məşhurlaşmaq təşəbbüsü olub. Ümumiyyətlə bilirsiniz, təhsil prosesi təkcə məktəbdən, müəllimdən asılı proses deyil. Təhsil prosesində valideyn, müəllim, şagird bərabər iştirak eləməlidir. Və təəssüflər olsun ki, biz bu hələ üçbucağı məktəblərə tam tətbiq eləyə bilməmişik və nə qədər ki, biz bunun belə deyək, tətbiqini bacarmamışıq, ona qədər bu kimi hallar olması mümkündür. Məktəblərdə mühafizə ilə bağlı məsələyə gəlsək, əlbəttə ki, indiyə qədər məktəblər bir qarolçu ştatı ilə mühafizə olunurdu. Amma indi təxminən ucqarlarda yox, Bakı şəhəri və böyük məktəblərdə kameralaşma işi demək olar başa çatıb. Bütün məktəblər artıq kamera nəzarəti altındadır. Bu da hələ xilas eləmir. Hər hansı baş verəndən sonra hadisəni kamerada müşahidə edib nəticə çıxartmaq da bir nəyisə belə deyək, uyğun, yaxşı nəticə demək deyil. Amma xüsusi mühafizə ilə bağlı artıq bildiyim qədərilə Elm Təhsil Nazirliyinin bir tenderi elan olundu və bu tender bu yaxınlarda qalib elan olundu ki, bu məktəbləri peşəkar deyək ki, mühafizəçilər mühafizə eləsinlər. Yəni biz bu məsələyə hələ indi başlayırıq. Əlbəttə ki, çox gecdir. Amma ziyanın yarısından qayıtmaq da xeyirdir ki, heç olmasa bundan sonraki belə deyək, məktəblərin mühafizəsi bir güvənli, xüsusi peşəkarlar tərəfindən olması Nəzər faydalı. mənim, axırıncı bir suala gələcəm. Sizdən də bunun cavabını istəyəcəm. Məktəblərdə son dönəmlərdə yenə də gündəmə gəldi hicab məsələsi. Bu ağırlı mövzudur. Çünki əhalinin çox böyük faizi müsəlman bir kəsimdir və insanlar əgər burada din azadlığından söhbət gedirsə, geyim azadlığından söhbət gedirsə, əgər xüsusi geyimə heç kim toxunmursa, hicabla bağlı da xüsusi bir yanaşma var. Sosial şəbəkələrdə bundan bağlı müəyyən sorğular keçirilir insanların. Bu necə olmalıdır? İnsanlar, biz bu həmin liseydə baş verən hadisələrin birində həmin uşaqların, müsahibə verən uşaqların bir çoxu
bunu özlərindən biraz dramatikləşdirmişdilər mövzunu. Deyir ki, uşağın yanında avtomat var idi, Kalaşnikov var idi deyir. Hər kəsə də əslində o tüfəngimiş böyük ehtimalla 1 ya 2 dənə, böyük ehtimalla 1 dənəsini atıbdı orada. Amma uşaq özü bundakı 3-cü mərtəbədən baxırdım, əlində Kalaşnikov var idi və bunu özü üçün o qədər əvvəlcədən belə ssenari və onun üçün o qədər maraq nöqtəsinə gətirib çıxarır ki, bu biraz da dediyimiz kimi milli mənəvi dəyərlərdən uzaq qalmaq, böyüyə hörmətdən uzaq qalmaq, qorxu olmamaq, evlərdə, ailələrdə insanlara dini təhsilin verilməməsi, əxlaq, Allahdan qorxmaq, insanlara yaxşılıq etmək, insan öldürməyin nə qədər böyük günah olduğunu önə çıxartmaq. Yəni bunların hamısının fonunda təbii ki biz bilirik ki, hicablı uşaqların orta məktəbə getməsi ailədə dindar şəxslər daha çox buna diqqət edirlər. Amma bir də cəmiyyətdə buna qarşı qoyulmuş bir korpus var və xüsusən bu işıqlandırılır. Bundan bağlı cəmiyyətin, ümumiyyətlə nazirliyin və yaxud da ekspert olaraq sizin mövqeyiniz nədir? Ümumiyyətlə mən şəxsim olaraq belə düşünürəm ki, əgər mən məsələn bir kimsə mənə qadağa sərhəd qoymursa ki, sən niyə tutaq ki geyimdə yaxud tutaq ki dini inancına görə filan cür eləmirsən, əgər o dindar o şərti mənə qoymursa, əlbəttə ki mən də ona o şərti qoya bilmərəm ki, fərd olaraq deyirəm. Sən niyə hicablısan, niyə məsələn belə örtülü gəzirsən filan. Bu bizim konstitusiyada göstərilib kifayət qədər azaddır və bu şagirdlər üçün də keçərlidir. O cümlədən ali təhsil müəssisələri üçün də. Bu məsələ ilə bağlı xüsusi idarə edici şəxslər tərəfindən təşəbbüslər ola bilər ki, düşünürəm bu da kütləvi deyil, amma ayrı-ayrı məktəblərdə əlbəttə ki bu hallar baş verir və biz bunu müşahidə edirik. Məsələn, o artıq şəxsi baxışdan irəli gələn bir təşəbbüsdür. Özəl məktəblərin belə bir qadağası yoxdur. Çünki özəl məktəblər vəsaitini ödəyirsən, bununla bağlı sənə heç bir məsələyə qarışmır. Ümumiyyətlə, dövlət müəssisələrində də bu kimi hal bildiyim qədərinə rəsmi qərarda yoxdur. Sadəcə olaraq fərdi dediyim kimi təşəbbüslər var ki, bir şəxsin baxışı bir qədər fərqlidir deyə məktəbdə məsəl üçün onun tətbiqinə təşəbbüs göstərə bilər. Yəni bu qanuni deyil təşəbbüs eləyə bilər. Sadəcə o şəxsi təşəbbüsündən irəli gələ bilər. Amma biz dediyim kimi dünyəvi dövlətdə yaşayırıq və bizim konstitusiyamız həm dindara, həm qeyri-dindara bərabər hüququ tanıyır. Təşəkkür edirəm. Maraqlı bir mövzu apardıq sizlə. Çox böyük bir mövzudur və bu günlərlə bəlkə də danışılsa, çünki hər mövzunun içərisindən yeni bir mövzu, hər sualın içərisindən yeni bir sual doğur. Ümid eləyirəm ki, cəmiyyətimiz təhsilə, elmə hər zaman qiymət verəcək və yeni nəsillərimiz savadlı olduqları kimi də əxlaqlı olacaqlar, tərbiyəli olacaqlar və cəmiyyət üçün bu çox vacibdir. Azər müəllim, dəyərli fikirləriniz üçün sizə təşəkkürümüzü bildirdik. Əziz izləyicilərimiz, bir verilişin sonuna daha gəldik. Ümid edirik ki, apardığımız müzakirə sizin də marağınıza səbəb olmuşdur. Əgər bu məsələlərlə bağlı fikirlərinizi bizimlə bölüşmək, bildirmək istərsinizsə, şərh bölməsinə yazmağınızı sizdən xahiş edirik. Sağ olun, növbəti buraxılışlarda görüşənədək.